Azerbaycan Respublikası Milli Meclisi'nin Sədr Müavini Akademik Rafael Hüseynov dəvət edilir. Əziz dostlar, hörmətli qonaqlar, xanımlar və cənablar. Bu anlarda biz hamımız xoşbəxt bir günün içərisindəyik. Bizim hamımıza bütün Türklük tarixinin ən möhtəşəm hadisəsi, ilk Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş zirvə toplantısında iştirak etmək səadəti nəsib olub. Bütün Türklük tarixinin ən möhtəşəm hadisəsi adlandırdım birinci Türkoloji Qurultayı. Səbəbsiz deyil. 10 əsr öncə böyük babamız Mahmud Kaşğari Divan-ı Lüğət-ü Türk'ü yarattı, Türklük üçün bir əbədi əsər bağışladı və o kitabının müqəddiməsində yazırdı ki, bu kitab mənim ömrümü tükətdi. Düz deyirdi. Həmin əsərin ortaya çıxması yolunda o qədər zəhmətlər çəkmişdi ki, ömrünün çox illərini itirmişdi. Amma həm də o əsər ona əbədiyyət bağışladı, ölməzlik bağışladı. Yazırdı ki, mən Qıpçaq, Oğuz, Çigil, digər Türk tayfaları və qəbilələri arasında gəzib dolaşaraq onlardan ayrı-ayrı sözləri yığırdım, o sözlərin dərinlərinə gedirdim, o sözlərin qaranlıqlarını aydınladırdım. Ona görə yox ki, mən Türkçəni, bu dilləri yaxşı bilmirdim. Yox, mən ana dilim idi, Türkçəni yaxşı bilirəm, o dillərdən də xəbərdaram, amma istəyirdim ki, elə bir kitab yaradım ki, bu xalqlar bir-birinə daha yaxın olsun, bir-birini daha artıq duysun. Yəni, Divan-ı Lüğət-ü Türk başlanğıçdan əsla sadəcə bir dilçilik, ədəbiyyat, tarix abidəsi deyildi. Bu bir dövlətçilik abidəsi idi, bu türkçilik abidəsi idi. Türk dünyasını bir yerdə olmağa səsləyən bir düsturdu. Və o düsturun ən böyük təntənəsi məhz 1926-cı ildə keçirilən birinci Türkoloji Qurultay idi. Birinci Türkoloji Qurultayı da əsla yalnız əlifbaçıların, dilçilərin, böyük alimlərin toplaşaraq bu ətrafda fikir mübadilələri apardığı bir məclis hesab etmək düz olmazdı. Birinci Türkoloji Qurultay öz siqləti ilə, fəlsəfəsi ilə, mənası ilə möhtəşəm bir siyasi hadisə idi. Türk dünyasının birliyini yeni əsr içərisində bütün təntənəsi ilə dünyaya nümayiş elətdirən hadisə idi. Azərbaycanda ona qədər Nərmanovun təşəbbüsü ilə birinci Şərq Xalqları Qurultayı keçirilmişdi. Onun ardınca 1926-cı ildə keçirilən birinci Türkoloji Qurultay artıq bütöv Şərq xalqlarının deyil, onların içərisindəki Türklərin birliyinin, vəhdətinin təntənəsi idi. Əlbəttə ki, bu güc, bu birlik yenidən də görünürdü. Ona görə həmin qurultaydan az sonra o insanların hamısı pərən-pərən salındı, həbsə atıldılar, sürgünlərə göndərdilər, güllüyə tutuldular. Ancaq o Mahmud Kaşğari'dən gələn düstur itmədi, yaşadı. Əgər həmin qurultay baş tutmuşdursa, o düsturun yaşaması demək idi. Bütün təqiblərə, ölümlərə, itkilərə, sonraki illərdə Türkolojinin çox qorxulu, təhlükəli, həyat üçün qəbul edilməz bir elm sahəsinə çevrilməsinə baxmayaraq bu yolu irəliləyənlər, gedənlər oldusa və bugün bu mərasim baş tutursa, Türk dünyasının ən müxtəlif ölkələrindən insanlar bura toplaşıbsa, bu təntənə varsa, demək əlbəttə ki, Türklüyün birliyi böyük bir gücdür, qüdrətdir və o gələcək içərisində də yaşayacaq. O düstur yaşayır və gələcəkdə də yaşayacaq. Bu qurultay bugün, bu bizim indi içərisində olduğumuz təntənəli mərasim, sadə bir təntənə, sadəcə bir bayram deyil. Bunun içərisində qutsallıq, müqəddəslik çaları var. Sübut. Türkoloji Qurultay 1926-cı ildə fevral ayının son günlərində, martın əvvəllərində keçirilmişdi. Və Azərbaycan Respublikasında artıq aylardır ki, bu möhtəşəm hadisə ilə əlaqədar ən müxtəlif tədbirlər keçirilir, konferanslar, simpoziumlar, müzakirələr və həmin toplantılara, həmin simpoziumlara, konferanslara da Türk dünyasının müxtəlif yerlərindən alimlər, araşdırıcılar, bilim adamları gəlirlər, fikir bölüşürlər. Və bir müddət öncə Orta Asiyadan gələn alimlərdən biri ilk Türkoloji Qurultayın keçirildiyi o füsunkar binaya, İsmailiyyə yaxınlaşanda bir anlıq ayaq saxlamışdı, kövrəlmişdi, gözlərindən yaş gəlmişdi və o binanın daşlarından, o binanın divarlarından öpmüşdü. Səbəbsiz deyildi.
1926-cı ildə qurultayda onun babası iştirak eləmişdi. Babası iştirak eləmişdi, sonra siyasi repressiyaların qurbanı olmuşdu, həyatını itirmişdi. Amma o içəridəki eşq qanla ötürülmüşdü. Yenə nəvəsi gəlib bu yolu tutmuşdu, yolu davam eləmişdi və ona nəsib olmuşdu ki, gəlib artıq Türkoloji qurultayın 100 illiyində iştirak eləsin. Az öncə siz tarixi kinoxronikanın kadrlarını görürdünüz. O kronikada çok kabarık görünen bir suret vardı. Eynəkli bir kişi irəliyə gəlir o binadan çıxaraq. Əhməd Cevdet Pepinov Ömərbəyov. Həmin qurultaydakı ən aparıcı simalardan biri olub və o da 1937-ci ildə məhv edilənlərdən biriydi. Əhməd Cevdet Pepinovun Ömərbəyovun qızı anasının, nənəsinin dilindən mənə söyləyirdi ki, o qurultaydan az sonra təqiblər, o sıxma boğmalar, həbslər başlandığı bir zamanda Əhməd bəy söyləyibmiş ki, bilmirəm bizim aqibətimiz necə olacaq. Bilmirəm, qərar qəbul eləsək də ki, bu Türkoloji qurultay tezliklə ikincisi yenidən çağırılsın, üçüncüsü çağırılsın, mütəmadiləşsin. Bilmirəm, bu davam eləyəcək, elməyəcək. Bizim aqibətimiz də necə olacaq onu bilmirəm. Ancaq bildiyim bir həqiqət var ki, biz miras yaradırıq, bir irs yaradırıq. Bu irs, bu miras mütləq yaşayacaq. O sözlərin peyğəmbərcəsə söylənmiş, sabahlara baxaraq söylənmiş, o sözlərin sübutu yenə bugünkü gündür, bu mərasimdir. Türkoloji qurultayın 100 illiyinin bayram edilməsi və bunun gələcəyə açılan üfüqləridir. Əziz dostlar, Dahi Füzulinin, bütün Türk dünyası olan Məhəmməd Füzulinin məşhur sözləri var. Aya, hər xilqətə gərçi bir səbəb var, bəs bu səbəbi kim etdi ishar? Bu mərasimə ən müxtəlif Türk dünyasının güşələrindən gəlmiş insanlar səhər çağlarında Azərbaycanın çağdaş dövlətinin, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ziyarətindən başladıq. Bu bir ənənədir Azərbaycanda, çünki müasir Azərbaycanın qurucusu unudulmaz Heydər Əliyevdir. Azərbaycan insanı müasir Azərbaycana görə ona minnətdardır və müasir Azərbaycanın həyatında baş verən mühüm hadisələrdən öncə adətən bu mərasimi yerinə getiririk biz. Ancaq bugünkü ziyarətin mənası tamam fərqlidir. Heydər Əliyev bu işləri görməyin mümkünsüz çağlarında Türk dünyası ilə Azərbaycanın əlaqəsini yaratmaq, Türk dünyası arasında o bağları itməyə qoymamağa çalışanların ən önündə gedənlərdən idi. Bunu etməyin ən mümkünsüz, ən çətin çağlarında Sovet dönəmində bunu eləyirdi. Ancaq 1990-cı illərin əvvəllərində artıq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra istiqlal yolunda artıq irəliləməyə başlayırkən də bu istiqamətdə çox böyük işlər gördü. Onun o gördüyü işlər olmasaydı, o təməllər, o bünövrələr olmasaydı, bugünkü gündə olmazdı. 90-cı illərin əvvəllərində hələ Türk dövlətləri birliyindən danışmaq çox çətin idi, qorxulu idi, təhlükəli idi. Dünyanın ən müxtəlif istiqamətlərindən bizə yönələn siyasi təzyiqlər vardı. Ancaq təşəbbüskar oldu. Türk dilli xalqların əməkdaşlıq şurası yarandı. Onun təməlində asta-asta irəlilədi və bizim sonraki böyük birliyimizin əsası yarandı. 1997-ci ildə unudulmaz Heydər Əliyev hamımızın ortaq abidəsi olan Kitab-ı Dədə Qorqud dastanlarının 1300 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul etdi. 1999-cu ildə Azərbaycanda Türk dünyasının ən müxtəlif güşələrindən gələn alimlərin, araşdırıcıların iştirakı ilə o möhtəşəm bayram keçirilməli idi və həmin vaxtda Türk dövlətləri başçılarının zirvə toplantısı olmalıydı. Ancaq həmin mərasim ərəfəsində Heydər Əliyevə bildirdilər ki, bu çox mühüm məsələdir, bunu gərək biləsiniz. Çünki Kitab-ı Dədə Qorqud dastanları da bir ədəbi abidədir, dil abidəsidir. Amma Heydər Əliyev kimi bütün varlığı dövlətçi düşüncə ilə dolu bir insan üçün bu həm də siyasət hadisəsi, dövlətçilik hadisəsidir, millət hadisəsidir. Məhz bu nöqteyi nəzərdən həm də yanaşırdı o Kitab-ı Dədə Qorqud dastanlarına. Gəldilər, söylədilər ki, Türk dövlətlərinin, ayrı-ayrı cumhuriyyətlərin başçılarının iş qrafikində elə sıxlıq yaranıb ki, onlar bu zirvə toplantısına gələ bilməyəcəklər. Zirvə toplantısını başqa zamana keçirmək lazımdır. Biz hələlik bu Kitab-ı Dədə Qorqud dastanlarının 1300 illiyini keçirək, çünki alimlərin hamısını dəvət etmişik, gələcəklər. Zirvə toplantısını da növbəti ildə keçirəcəyik. Heydər Əliyev dedi ki, yox, o zirvə toplantısıyla, Türk dövlətləri başçılarının iştirakı ilə mütləq
Kitab-ı Dədə Qorqud dastanlarının 1300 illiyi birgə keçirilməlidir. Vaxtını dəyişək. Alimlərlə danışın, çalışsınlar ki, bu qrafika uyğunlaşsınlar. Və 2000-ci ildə Türk dövlətləri başçılarının zirvə toplantısıyla Kitab-ı Dədə Qorqud dastanlarının 1300 illiyi birgə keçirildi. Və bunun özündə bir böyük siyasi yanaşma həmin o Divan-ı Lüğət-ü Türk'dən, Mahmud Kaşğari'dən gələn birlik düsturunun ifadəsi vardı. 2024-cü ilin 14 fevralında Azərbaycan prezidenti İlham Əliyev yeni dönəm prezident fəaliyyətinə başlaması ərəfəsində dayanmışdı kürsüdə. Bir əlini basmışdı müqəddəs Qurana, bir əlini elə müqəddəs Quran kimi əziz bildiyimiz əsas qanunumuza, konstitusiyamıza and içirdi. Millətinə üst tutmuşdu, Türk dünyasına üst tutmuşdu və beynəlxalq aləmə üst tutmuşdu. O vaxtacan heç bir dövlət başçısının demədiyi sözləri deyirdi, çox müdrik sözləri deyirdi. Prezident İlham Əliyev qətiyyətli insandı, böyük işlər görən insandı, böyük əməllərə imza atan şəxsiyyətdir. Həm də çox Azərbaycan dilində və Azərbaycan düşüncəsində həmişə yaşayacaq müdrik ifadələrin sahibidir ki, onların çoxu zaman keçdikcə dönə-dönə iqtibas ediləcək. Amma o gün onun söylədiyi bir söz həmişə türkçülüyün, türkşünasların və bu istiqamətə üst tutan bütün Türk xalqlarının gərək düşüncəsində yaşasın. Çünki əski zamanlarda 5 il öncə, 10 il öncə, 100 il öncə bunu demək mümkünsüz idi. Çünki hər tərəfdən bizə yönələn müqavimətlər vardı, bizə yönələn həmlələr vardı, bizə yönələn ən müxtəlif siyasi hədələr vardı. Söylədi ki, bütün dünyaya üst tutaraq söyləyirdi ki, bizim başqa bir ailəmiz yoxdur. Bizim tək ailəmiz Türk dünyasıdır. Bunlar sadə sözlər deyil, bunlar böyük sözlərdir. O insanlar ki, Türkolojinin içindədirlər. O insanlar ki, Türkolojinin tarixini bilirlər, agahdılar ki, biz bu yolda nə qədər qurbanlar vermişik, nə qədər itkilər vermişik. Mən onların hamısını bugün məhəbbətlə yad eləyirəm. Onların qanı batmadı, onların əməkləri itmədi, onların adları yaşayır və ən əsas əməlləri yaşayır. Divan-ı Lüğət-ü Türk'dən, Mahmud Kaşğari'dən başlayaraq bugünə gələn yoldakı ən böyük sözdür bu. Bizim başqa ailəmiz yoxdur. Yəni bütün xalqlarla, bütün ölkələrlə biz əməkdaşlığa, bir-birimizə əl uzatmağa, kömək eləməyə hazırıq. Ancaq bizim doğma saydığımız tək ailəmiz Türk dünyasıdır, Türk xalqlarıdır, Türk dövlətləridir. Həmin böyük çağırışın daha bir sübutu sizsiniz. Burada əyləşmişsiniz. Türk dünyası bura toplaşıb. Bundan böyük xoşbəxtlik ola bilərmi? Və 20-ci yüzyıl başlanırkən dönə-dönə səslənir o söz. Bu da bir ata sözü kimidir, gərək əlbəttə ki səslənə. Bu yolda zəhmət çəkən insanların ən fədakarlarındandır İsmail Qasıbralı. Türklük tərcümanı İsmail Qasıbralı söyləyirdi ki, dildə, fikirdə, əməldə birlik. O, bu sözləri deyəndə, dildə, fikirdə, əməldə birliyə çağıranda bunlar hələ bir hülyaydı, arzuydu, əlçatmaz arzuydu. Ancaq 20-ci əsr çatdı, indi 21-ci əsrin içərisindəyik, 3-cü 10 illiyi tamamlanmağa doğru gedir. Dildə, fikirdə, əməldə birliyin sübutu bizim bu toplantıdır. Türkoloji qurultayın 100 yaşını bayram eləməyimizdir. Hamımızın bir yerdə olmağımızdır. Sabaha doğru inamla addımlamağımızdır. Və mənim sizin hər birinizə, bizim xalqımıza, bütün Türk xalqlarına, bütün dünyanın dörd bucağındakı hər Türk insanına arzum bundan ibarətdir ki, həmişə bir olaq. Dildə, fikirdə, əməldə. Teşekkür edirik.